Salam kanal izləyiciləri, salamlayıram hər birinizi. Bu günlərim sizinlə 9-cu sinif Azərbaycan dili dərsliyindən qaldığımız səhifədən, qaldığımız yerdən dərsimizə davam edirik. 14-cü səhifənin 27-ci tapşırığı daxil olmaqla etmişik. Çünki bu 27-ci tapşırıq buradakı deməli mövzuya aid idi, mətnə aid idi. Ona görə də ora qədər olan tapşırıqları etdik. 27 daxil olmaqla 28 və 29-cu tapşırıqlar qalıb 14-cü səhifədə. Başlayağın oradan işləməyə. Amma ilk öncə sizdən xahiş edəcəm ki, kanala abunə olmağı, videonu bəyənməyi və paylaşmağı yaddan çıxarmayın. Başlayırıq. 28-ci tapşırıq. Aşağıdakı söz və söz birləşmələrini uyğun gələnini cümlədə mübtəda vəzifəsində işlədin. Digərləri nə üçün mübtəda ola bilmədi deyir. Hər gün dərsə hazırlaşanlar. Görürük, burada fe'li sifət şəkilçisi var, hazırlaşanlar. Hər gün dərsə hazırlaşanlar sözünü biz işlədə bilirikmi? Hər gün dərsə hazırlaşanlar sözünü biz mübtəda vəzifəsində işlədə bilirikmi? Baxağın, deyirik ki, hər gün dərsə hazırlaşanlar dərslərindən 5 qiyməti alırlar. Dərslərindən 5 qiyməti alır kimlər? Hər gün dərsə hazırlaşanlar. İşlədə bilirik? Bəli, işlədə bilirik. Sonra 15 sentyabr, 15 sentyabra baxırıq. 15 sentyabr bilik günüdür. Bilik günüdür. Nə vaxt? 15 sentyabr. İşlədə bilmirik. Niyə? Çünki mübtəda ola bilmədi. Baxın, mübtəda ola bilmədi. Soruşur, nə üçün mübtəda ola bilmədi? Ona görə mübtəda ola bilmədi ki, zaman zərfi bildirir və deməli, zaman zərfi bildirdiyi üçün işlənə bilmədi. Mübtəda vəzifəsində ola bilmədi. Daha sonra keçirik növbəti. Bakı Dövlət Universiteti, Bakı Dövlət Universiteti. Bakı Dövlət Universiteti Bakının mərkəzində yerləşir. Harada yerləşir? Bakının mərkəzində yerləşir. Hara? Bakı Dövlət Universiteti. Ola bilirmi? Bəli, olur. Daha sonra filmə baxarkən, görürük ki, fe'li bağlama şəkilçisi var. Filmə baxarkən çox həyəcanlandım. Nə etdim? Çox həyəcanlandım. Nə zaman? Filmə baxarkən. Ola bilir, ola bilmir. Niyə? Yenə də zaman bildirir. Ona görə də ola bilmir. Daha sonra baxırıq, ata sözünü işlədirik. Ata. Ata övladları üçün nümunədir. Övladları üçün nümunədir. Kim? Ata. İşlədə bilirik? Bəli, işlədə bilirik. Yaxşı oxumaq. Yaxşı oxumaq hər bir şagirdin borcudur. Hər bir şagirdin borcudur. Nə? Yaxşı oxumaq. İşlədə bilirik? Bəli, işlədə bilirik. Daha sonra var. Hamı sözü. Hamı sözü. Hamı tədbirdə iştirak etdi. Tədbirdə iştirak etdi. Kim? Hamı. İşlədə bilirik? Bəli, işlədə bilirik. Orta dövr. Orta dövr Azərbaycan tarixində zəngin bir dövrdür. Azərbaycan tarixində zəngin bir dövrdür. Hansı dövr? Orta dövr. Nə vaxt? Hansı dövr yox. Nə vaxt? Orta dövr. Nə vaxt? Orta dövr. İşlədə bilirik? Xeyr, işlədə bilmirik. İşlədə bilmirik. Niyə? Çünki zaman zərfidir. Müəllimlərin qayğısı. Müəllimlərin qayğısı şagirdlərinin deməli, nümunəvi şagird kimi yetişməsidir. Nümunəvi təhsilli şagird kimi yetişməsidir. Nümunəvi təhsilli şagird kimi yetişməsidir. Nə? Müəllimlərin qayğısı. İşlədə bilirikmi? Bəli, işlədə bilirik. Payızda tez-tez yağışlar yağır. Nə zaman? Payızda. Necə yağır? Tez-tez. Niyə? Çünki hərəkət işlədə bilmirik. Niyə görə işlədə bilmirik? Çünki hərəkətin zamanını bildirir. Deməli, hərəkətin tərsini bildirir. Necə yağır? Tez-tez. Hərəkətin tərsini bildirir. Deməli, işlədə bildiklərimizi də dedik, işlədə bilmədiklərimizi də. İndi keçirik 29-cu tapşırığımıza baxırıq. 29-cu tapşırıqda nə istəyir bizdən? Deyir, oxuyub öyrəndiklərinizdən nəticə çıxarın. Bir hissəsi verilmiş cümlələri tamamlayın, kiçik mətn tərtib edin. Deməli, bu cümlələrin hamısının bir hissəsi var, digər hissəsi yoxdur. Biz bunları tamamlayanda artıq böyük bir mətn alınacaq. Burada hazırlayırıq bunu və burada kiçik mətn deyir. Təbii ki, bu cümlələr bizim əlavə etdiklərimiz əsasında tərtibatımıza baxır ki, görək o cümlələri necə tərtib edəcəyik. Çox istəyərdim ki, videonu saxladasınız, bu bir esseni özünüz yazasınız. Ondan sonra baxın, burada nə deyir ki? Deyir ki, mətnləri müqayisə edib yoldaşlarımla müzakirədən sonra başa düşdüm ki, bunun davamını siz gətirin. Nəyə başa düşdüm? Mətnləri müqayisə elədim. Yəni, yuxarıda verilən mətnlər var idi. Bu mətn idi. Bir də ki, yuxarıda verilən bu ana qucağı mətni idi. Bu mətnləri oxuyandan sonra, müqayisə eləyəndən sonra anladım ki, nəyi anladım? Anladım ki,
yazırıq ki, ailə, ətraf mühit, ailə, birinci növbədə başa düşdüm ki, ailə, daha sonra ətraf mühit insan taleyində böyük rol oynayır. Mətnləri müqayisə edib, yoldaşlarımla müzakirədən sonra başa düşdüm ki, ailə, ətraf mühit insan taleyində böyük rol oynayır. Bu şəkildə davam edə bilərik. Girişi bu şəkildə verdik, düzdürmü? Daha sonra uşaq ilk tərbiyəni anadan alır, atadan alır, ailədən alır, valideyn. Uşağın gələcəyi üçün bir mayaqdır, bir işıqdır, bir güzgüdür yaza bilərsiniz. Valideyn uşağın gələcəyi üçün bir mayaqdır. Mayaq bilirsiniz də, gəmilərə yol göstərən o işıq olur, dənizdə yanır, gür işıq. Və o mayaqdır fırlanan, gəmilərə yol göstərir, bir mayaqdır. Yəni valideyn öz uşağına yol göstərir. Bunu nəzərdə tuturuq. Deməli, uşaq ilk tərbiyəni anadan, atadan, ailəsindən alır. Valideyn uşağın gələcəyi üçün bir mayaqdır, güzgüdür. Yəni, əbəs yerə deməyiblər ki, burada əlavə eləyə bilərsiniz ki, əbəs yerə deməyiblər ki, deməli, uşaq ailənin güzgüsüdür. Belə bir atalar sözü əlavə eləyə bilərsiniz. Daha sonra keçirik bura. Görürsünüz, oxlar hara ilə gedir, biz də elə gedirik. Daha sonra uşaq, daha sonra uşaq tərbiyəni ətraf mühitdən alır. Yəni, ətraf mühitdən alır, yazırsınız. Yəni, getdiyi bağçadan, getdiyi təhsil ocağından alır. Orada başqa uşaqlarla, başqa insanlarla tanış olur. Müəlliməsindən tərbiyə alır. Digər hərə bir ailədən gəlmiş uşaqlar olur. Hər ailədən gəlmiş uşaqlarla ünsiyyət qurmağa çalışır. Beləliklə, mühit, bax, düşür aşağı ox işarəmiz. Beləliklə sözünü əlavə eləyin burada, mühitdən əvvəl. Beləliklə, mühit, bu hissiyə yazacaq. Beləlikləni əlavə eləyirsiniz. Mühitdən sonraya vergül qoyursunuz. Mühit, deməli, müxtəlif şəraitə və müxtəlif insanlarla mühit, müxtəlif şərait və müxtəlif insanlarla zəngin olduğu üçün, deməli, bu mühitdə də müxtəlif insanlar formalaşdırmağa malikdir. Deməli, mühit, müxtəlif insanlar, müxtəlif şəraitlə zəngin olduğu üçün bu mühitdə mühitin özü müxtəlif insanlar formalaşdırmağa malikdir. Belə ki, deməli, ətraf mühit insan taleyinin formalaşmasında birbaş rol oynayır. Daha sonra oxumuz hara gəlir? Bu hissiyə. Bu qənaətə gəldim ki, ətraf mühit, deməli, ilk tərbiyə hardan gəlir? Ailədən gəlir. Belə qənaətə gəldim ki, baxın, buranı yazırıq. İlk tərbiyə ailədən gəlir. Əgər özül möhkəm olarsa, təbii ki, baxın, əgər özül möhkəm olarsa, təbii ki, uşaq da düşdüyü mühiti ətrafını da özü seçməyi bacaracaq. Əgər bax, belə qənaətə gəldim ki, ilk tərbiyə ailədən gəlir. Əgər uşağın özülü möhkəm olarsa, onun yəni tərbiyəsi möhkəm olarsa, təbii sözündə 2 dənə i'miz var. Təbii ki, deməli, uşaq düşdüyü mühiti, ətrafını da özü seçməyi bacaracaq. Yəni, pis insanların, yaxşı insanların əhatəsində olmağı özü bacaracaq. Bu şəkildə. Bunu tamamlayırıq və bu olur bizim essemiz. Yaxşı, bu qədər. Ümidvaram ki, yaza bildiniz. Ümidvaram ki, sizə kömək ola bildim. Başqa hansısa istəkləriniz varsa, yazın aşağıda. Mən oxuyub, təbii ki, hamısını yerinə yetirməyə çalışacağım. Bu qədər. Növbəti videoda görüşərik. Videolarımızın davamlı gəlməyini istəyirsinizsə, mütləq kanalımıza abunə olun və videolarımızı bəyənib paylaşmağı yaddan çıxarmayın. Sağ olun.